adam var ki, qulağında naushniklə ilə yuxuya gedir, yatır. Bu qətiyyən olmaz. Onu uzun müddət taxmaq, o mikrofon səsi cəmləyir, verir qulağa. O eşitmə sinirini yorur. Postoyanla o səs eşitmə sinirinin fəaliyyətini get-gedə zəiflədir. Sinir də yoruldusa, eşitmə fəaliyyətində pozğunluq əmələ gəlir. Qulaqda səs, eşitmənin aşağı düşməsi və s. Ona görə elə görürsünüz, küçədə qulağında naushnik, küçədə gedir öz ampulasındadır. Bu qətiyyən düzgündür. O eşitmə sinirini kütləşdirir, eşitmə sinirinin fəaliyyətini aşağı salır. Buna görə qəti məsləhət görülmür. Eşitmə sinirinin nevriti başlayır. Eşitmə sinirinin nevritinin də olması mütəmadi olaraq qulaqda həmişə səs və eşitmənin aşağı düşməsinə gətirib çıxarır. Qulaq eşitməsi zəif olur, bir də ki, qulağın pastayanın başında, qulağında səs olur. O səs onu bezdirir. Xəstə gəlir, doktor deyir, o səsdən mən yata bilmirəm. Xüsusən sakitlikdə o səs daha da güclü olur. Çünki bütün yatanda tam sakitlik olur. Bu sakitlikdə o qulaqda olan səs biraz da daha da yüksəlir. Ona görə belə şeylərdən ehtiyat etmək lazımdır.